Revmatizmal xəstəliklərin müalicəsində bioloji tərkibli dərmanların yeri necədir? Ümumiyyətlə istifadəsini siz özünüz bir revmatoloq olaraq məsləhət görürsünüzmü? Təbii çox önəmlidir. Bu əfsuslar olsun ki, dərmanların xüsusilə maddi dəyərinin çox yüksək olması səbəbilə ölkəmizdə çox kritik xəstələrdə ancaq istifadə edə bilərik. Amma xüsusilə son 20 ildə bioloji dərmanlar revmatologiyada bir inqilab yaratdı. Və çox dəyərli dərmanlardır. Əlavə təsirləri az, xəstəyə faydası çox olan dərmanlar. Biz bəzən çox erkən yaşda, bəzən xüsusilə 18-17 yaşlarında təyin etdiyimizdə valideynə deyirik ki, doktor elə bu yaşda tez deyilmi bunlara başlamaq, amma xəstə ağırlıqsa, nə qədər tez başlasaq, o qədər xəstəyi tez zamanda remissiyaya sala bilərik. Ona görə həkimə güvənsinlər. Güvənən həkimə getdikdən sonra bioloji olursa, hansı dərman olursa olsun, onu vaxtında istifadə etmək lazımdır. Təhlükəli deyil, belə başa düşdüm, yəni qorxusuz şəkildə həkim nəzarətində istifadə oluna bilər. Mütləq bəzi infeksiyon taraması edirik, skrining edirik, bəzi dəyərlərə baxırıq, xəstəyə uyğundur, deyilmi təyin etdikdən sonra o zaman gönül rahatlıqla istifadə edə bilir. Bəs bu dərmanlar resepsiz şəkildə əldə oluna bilirlər ümumiyyətlə apteklərdən? Bilmirsiniz apteklərdə çox az satılan dərmanlardır. Hər aptekdən tapıla bilən dərmanlar deyil. O ölkə xaricində gətirilə bilir. Amma çox dəyərli dərmanlar. Resepsiz xəstə o dərmanları təbii ki, istifadə etməməlidir. Həkim nəzarətsiz. Bəzən biz bir dəfə təyin edirik, xəstə görürsən ki, deyir həkim 3 ildir vurdururam, gəlirəm, bir də həkimə getmək istəmir. Elə deyil. Yəni biz onları ən azından 3-6 ayda bir dəfə görmək istəyirik.